Salam dəyərli izləyicilər. Sizlərə hazırda dünyada çox yayılan regenerativ təvabətin ən son nailiyyətləri olan və həmçinin ölkəmizdə də müəyyən qədər tanınan bir prosedur haqqında kök hüceyrə terapiyası haqqında məlumat vermək istəyirəm. Kök hüceyrə terapiyası həm estetik gözəlləşmə cəhətdən, həm də sağlamlıq cəhətdən bütün orqan və toxumalara tətbiq edə biləcəyimiz ən ideal prosedurlardan biridir. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Azərbaycanda yalnız bir sertifikatlı kök hüceyrə laboratoriyası fəaliyyət göstərir. Təəssüf ki, bazarda sertifikatı və lazımi lisenziyası olmayan bir sıra klinikalar kök hüceyrə terapiyası adı altında xidmətlər təklif edir. Bu, həm pasiyentlərin sağlamlığı, həm də maliyyə baxımından ciddi risklər yaradır. Əziz pasiyentlər, sağlamlığınız və təhlükəsizlik naminə kök hüceyrə müalicəsi almaq istəyirsinizsə, mütləq klinikanın və həkimin müvafiq sertifikatlarını görmək hüququnuz var. Bu sertifikatlar beynəlxalq standartlara uyğun olmalı və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən tanınmalıdır. Həqiqi kök hüceyrə terapiyası steril, yüksək texnoloji laboratoriya şəraitində hazırlanır və xüsusi protokollara riayət olunmaqla tətbiq edilir. Sertifikatsız mərkəzlərdə təklif olunan kök hüceyrə müalicəsi adı altında çox vaxt sadəcə adi vitamin kokteylləri və ya plazma və yaxud da egzozomlar həyata keçirilir. Bunlar isə kök hüceyrədən fərqləndirən xüsusiyyəti odur ki, onların heç birinin tərkibində canlı hüceyrələr yoxdur. Unutmayın ki, kök hüceyrə terapiyası yalnız estetik məqsədlər üçün deyil, həm də ciddi sağlamlıq problemlərinin müalicəsində istifadə olunur. Düzgün tətbiq olunmadıqda isə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Hər bir pasiyentimiz ən yüksək keyfiyyətli və təhlükəsiz müalicəni almağa layiqdir. Bu məqsədlə sizi məlumatlı seçim etməyə və yalnız lisenziyalı, sertifikatlı mərkəzlərə etibar etməyə çağırıram. Çünki hər gözəllik tibbi bilikdən başlayır və hər müalicə yalnız yüksək ixtisaslı əllərdə təhlükəsizdir. Sağlamlığınızı düşünün və düzgün seçim edin.